tek tənha qalanda dərdini deyə bilməzlər. Dərd demək üçün yer axtararlar. Peyğəmbər məzarında xanım Zəhra deyib, o qədər Allah'ın elədi. Ya Rəsulullah, hər dəfə Həzrəti Hüseyin məni çağırdığına cavab verə bilmirəm. Ağırlarım o həddə gəlir çatır ki, balama cavab verə bilmirəm, onu bağrıma basa bilmirəm. Ata, sən bu insanlara bizi tapşırdın, bunların vəfasızlığı bu qədər oldu. Məndən sonra əliyini mən kimə tapşırdım? Həzrəti Hüseynin, Həsəni, Zeynəbi kimə tapşırdım? O qədərdir, xanım Zəhra bu cürləndir, ahınalıdır elədir, özündən getdi. Deyir, mən hələ bildim, xanım Zəhraya nəsə oldu. Bir neçə dəqiqə, bir neçə an keçdi. Gəldim, xanım Zəhranı qaldırdı, dedi, ey Fizli, kaş məni qaldırmayaydın. Qaldırmayaydın məni, ya Zəhra. Deyir, dedim, anam, nə oldu sənin narahatsan, ya Zəhracı, niyə görə? Dedi, Peyğəmbər gəldi, mənə əlini çəkdi, başıma dedi, ya Zəhra, narahat olma ki, Əli də bu zülmə bərçər olacaq. Əli də belə bir zülmü çəkəcək. Həzrəti Hüseyin də, Həsən də və mən dedim, bu dinin kamilliyi sonda sizinlə tamamlayacaq. Və bu dinin gözəlliyini siz tamamlayacaqsınız. Ya Zəhra, sən dünya üçün yaşamadın. Allah səni sevir və sevdiyi üçün anam Xədicə-i Kübraya, atam Rəsul Xudaya qovuşduracaq. Xanım Zəhra Sallallahu deyir, o məzarından ayrıldı, gəldi evinə, deyir, Əsmaya bir söz dedi, Əsma, get mənim sidr-i kafirimi getir. O sidr-i kafir ki, atam Meyracıda cənnətdən getir bunu. O üç hissədən ibarətdir. Bir hissəsi Peyğəmbərə aid idi, bir hissəsi mənə, bir hissəsi Əliyyə Kafirə. Elə ki, deyir, Əsma, mən bu sözü eşitdikdə haldan düşdüm, taqətdən düşdüm. Bilmədim ki, yer göyə gəldi, göy yerə gəldi. Dedim, ya Zəhra, ne edirsən sən bunu? Dedi, getir onu başımın altına qoyuram, artıq vidalaşmamaq. Artıq, ey Əsma, mən balalarımı sənə tapşırıram. Əziz balalarımı sənə tapşırıram. Onlardan muayət olacaq. Xüsusən Həzrəti Hüseynə diqqətini çox getirdirəm. Ona bağlanqiləm, onun anasının olmadığını ona hiss etmirəm. Və onu həmişə bağlına baskıram, ona qayğı çəkirəm. Əsma deyir, bu sözləri deyəndə artıq mən bildim ki, xanım Zəhra dünyanı vida edir, artıq vida vaxtıdır. Zalimlər bu qədər Peyğəmbər ailəsinə zülm edirlər və Peyğəmbərin əhl-i beytinə. Bizim bu günləri anamızın şəhadətə çatdığı gündür. Bizim hər birimiz, hər bir şəxsiyyətin o insana ehtiyacı var. Əgər biz anamızı sevdiksə nicat tapdıq. Əgər anamızın müsibətinə, anamızın başına gələn o müsibətləri gözümüzün qabağında canlandırsaq, biz həqiqi Peyğəmbər əhl-i sevgilisini yetişmiş olaraq. Ki o sevgi ki, o yol ki bizə onlardan gəlir, nümunələr onlardan gəlir. Onlar olmasaydılar, onlar bizə bu meyyarlara çatdırmasaydılar, biz bugün dinin kamilliyini yetişə bilməzdik. Hər kim Həzrəti Peyğəmbər əhl-i beytini sevirsə, o sevgini Peyğəmbər əhl-i beyt ona göstərəcək. Şəhid analarının birinin dilindən deyəcəyəm, elə vaxtı 44 günlük müharibədə bir şəhid anası danışdı bu hadisəni mənə. Deyir, oğlumu dəfn edəndən sonra gecə deyir, onun mənə haqqında deyirdim, ağlayırdım. Aman zaman
yırmalayırdım və bir təsəlli tapmışam bu gün özündə, o təsəllini mənə heç kim sözlə deyə bilmədi. Nədir təsəlli ama? Bilirsiniz nədir? Deyib bir gün gecə gördüm ki, oğlunun cənazəsini getiriblər, hamısı ağlayır onun başının üstündə. Amma mən ağlamıram. Öz-özümə deyirəm ki, bu kimdir əvvəl? Kimin uşaqdır? Maraqlanıram. Deyirlər ki, neylə maraqlanırsan? Deyir, maraqlanıram ki, bu kimdir əvvəl? Deyir, şəhidin kimliyinə maraqlanıram. Şəhid hamımızın balasıdır. Şəhidin kimliyinə maraqlanmırlar ki. Yəni, bu hamımızın balasıdır. Amma bir nəfər gəldi, ağladı, bir icablı, qara giyilmiş şəxs gəldi, ağladı deyir, ağladı. Baxdım belə, dedim, bu kimdir belə? Deyir, üzünü tutdu mənə, dedim, mən, bilirsən ki, mən Peyğəmbərin əziz qızı xanım Zəhrayam, mən şəhidlər anasıyam. Bütün şəhidləri mən vermişim. Oğlum İmam Həsən nə qədər onun uğrunda canlı fəda olundu. İmam Hüseyin, xanım Zeynəb, bütün yar ənsarı və bütün ailəmi itirmişəm mən bu yolda. Mən bu yolda bütün ailəmi itirmişəm. Baxsaq, müsibət elə budur. Əli Əskər kimi körpə balasını Həzrəti İmam Hüseyin əleyhissalam fəda edir. Görün, bu şəxsiyyətlər hansı zirvəyə çatmışlar? Hansı məqama çatmışlar?